Sumqayıt şəhər İcra Hakimiyyətinin Milli Məclisin deputatı Səbinə Salmanovanın və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Gənclər Paytaxtı Sumqayıtda Gəncliyin Səsi adlı ədəbi bədii tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəzov, Milli Məclisin deputatı Səbinə Salmanova, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış nitqi ilə çıxış edən Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva gələn qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb. Tədbirdə Respublikanın tanınmış incəsənət ustalarının ifasında musiqilər səsləndirilib. Bildirək ki, ötən əsrin 70-ci illəri və 80-ci illərin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. 75 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib. Müasir şəhərə çevrilən Sumqayıt, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Prezident İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər şəhərin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olub. Bu gün ardıcıl və dayanıqlı dinamik inkişaf yolunu tutan, günbəgün qüdrətlənən Azərbaycanın ən dilbər güşələrindən birinə çevrilmiş Sumqayıtın sakin olmaq qürur vericidir. Milli Məclisin deputatı Səbinə Salmanova son illər Sumqayıtın inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, şəhər tamamilə simasını dəyişib. Bütün bunlar Prezident İlham Əliyevin Sumqayıta göstərdiyi diqqət və qayğının bəhrəsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəzov bildirib ki, Ulu Öndərin dövlətçilik ideyalarına sadiq olan Sumqayıtlılar Azərbaycanın müasir inkişaf tarixində dərin izlər qoyublar. Sumqayıtın günü-gündən inkişaf etdiyini, abadlaşdığını qeyd edən Zakir Fərəzov diqqətə çatdırıb ki, bu şəhərin tərəqqisi ümummilli lider Heydər Əliyevin danılmaz səylərinin və bu şəhərə göstərdiyi böyük dəstəyinin nəticəsidir. Bildirilib ki, Prezident İlham Əliyevin qayğısı və diqqəti ilə Sumqayıt günü-gündən yüksəlir, tarixi şöhrətini bərpa edir, çoxsaylı inkişaf nümunələri yaradır. Sumqayıt qazandığı uğurlar ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir. Elvin Qudratov, Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.